Satışda öhdəlik qanunu ilk dəfə sizdən məhsul alan müştəri lap kiçik məbləğdə nəsə alsa da onu əldən verməyin. Niyə? Niyə? Birinci dəfə gəlib kiçik məbləğdə sizdən məhsul alır. Əldən vermə. Qoy alsın. Qazanma, eyb yox. Niyə? Çünki bu kiçik həcmdə olan alış onu real müştəriyə çevirir. Onda daha böyük məbləğdə alış-veriş üçün öhdəlik yaradır. Öhdəlik. Mən artıq buranın müştərisi oldum. İnsan belə qəbullanır özü üçün. Bu sirri 1960-cı illərin ortalarında iki psixoloq Jonathan Friedman və Scott Fraser kəşf etdilər. Cəmaətin psixoloqları gör nə işlərlə məşğuldur. Bizimkilər də ailələri boşaltdırmaqla məşğuldurlar. Sağ olsunlar. Elə ki gəlirdi ki, biraz problem var. Boşan getsin, boşan getsin. Sən niyə görə həyat yoldaşın qabağında əzilməlisən? Söhbətə bax, xanıma deyir psixoloq. Sən niyə görə qaynananın qabağında, qaynatan qabağında əzilməlisən? Boşan get. Gəlmişdi, bir 5% narazılığı vardı. Bu 5% eləyir 85%. Boşaltdırır. Özünə qəhrəmandır. Elə psixoloq olarsan Allah. Azərbaycanda boşanmaların sayının çoxalmasında psixoloqların da böyük rolu var. Sağ olsunlar.